çok çetin ya Ehl-i Beyt'e. Ben de gelmişim İmam Hasan, İmam Hüseyin'e demeye, ağa gelmişim derdine şerci olmağa. Ben de gelmişim senin anamı ağlamağa ağa. Ağa o kaburgasısına anamı ağlamağa gelmişim. Ağa o elinin belin sındıran anamı ağlamağa gelmişim. İmam Hasan ağa değil, Allah'a aşkına. Anamdan gitmiştim. Kabristana gördüm, anam bir balaza kabrin üstünü temizleyir. Dedim anam kimin kabriydi? Dedi bu senin kardeşin, hepsinin kabriydi. Ay vallahi. Bu senin kardeşin. Hepsinin kabriydi. Ay vallahi. Hasan ağlar, Hüseyin ağlar diye İmam Zaman bak aşıkları gelip anlamı. Bilirsen niye ağlayırdı Hasan'dan İmam Hüseyin? Hasan ağlar, öz kıymetini bildir ama Hasan ağlar, Hüseyin ağlar, ezaya bir gelen giden yok. Müter peşer üstünden balaların kenar eden yok. Gebe tutar olan anam var, ezası kar olan anam var. Tapılmayan devası Zehra, sağalmayan yarası, sağalmayan yarası Zehra. tapılmayan devası, tapılmayan devası Zehra, sağalmayan yarası, sağalmayan yarası Zehra. Elə ki xanımı dəfn elədi Həzrət Əli üstündən neçə il keçdi. Xanım Ümmü Bənimlə ailə həyatı qurdu Əli. Xanım Ümmü Bənim gəldi evə. Deyirlər, evə daxil olanda Həzrət Əli çağırdı Fatimə. Həsən Hüseyin boşda dağlamağa. Ata anamız gelir. Ata anamız gelir. Hanım Ümmü Bənim geldi dedi, elimizden sonra bana Fatıma deme. Bana bundan sonra Fatıma deme. İçə il keçdi, Həzrət Əbəlfəz ağanın 6 yaşı var. Ay Əbəlfəz aşıqları. Bir gün idi, xanım Ümmü Bənim gəldi dedi, Əli Əbəlfəz yoxdur evdə. Ne derdim bana nəzər, xəstəsi olanlar mənim də bir əzim xəstədir. Onunla dua eləyərsiniz, iltiması dua eləyənlər var, əzizlər burada. Əli Əbəlfəz yoxdur evdə. Dedim mi ben istəsən nuridu eyni çağırır. Hardadır Əbəlfəz, qardaşı Hüseyni çağırır. Çağırdılar İmam Hüseyin ağanı, ağa geldi. Özü hazır elə ya. Ne derdim vardı ki alıp geleceğim burada. Allah hazır var edesin, öyle yere getirdi kalbimizi. İmam Hüseyin ağa geldi, gördü Ümmü Bənin ağlayırım. Anam əvəzi niye ağlayırsan? Dedi Əbəlfəz yoktu. Dedi
Ben bilirəm hardadır, hardadır. Gəlin gedək, gəldilər Bəqi qəbristanlığına. Gördülər əvvəl zalim xanım Zəhranı qəbrinin üstünə. Nənə mən olsaydım koymazdım kaburgaları sana. Nənə mən olsaydım verərdim uzun kollarını kaburgalara. İlə danışa yuxuya getdik. Ömür bənin istədi, anaz da yaxınlaşıb alanı götürər, Əli dedi diyamam. Ben koy Hüseyin götürsün, həmişə Hüseynin qızarında yatır. Adət eləyim Hüseynin qızarında yatır. İmam Hüseyin ağa asladan götürdü kızağını gördü, əvvəl gözlərini açdı. Sen geldin kardeşim, dedim canan olma Hüseyin. İşte ben halı biraz dedim, kar bu belada əvəzimden çıkaram. İsmi canan olma kardeş. Hasan istedi çıka, Hasan istedi çıka. İle ki gelmiştiler Ferhat'ın kenarından. Hazret Ebelfes suyu götürdü yolcuna içer. Əql izhar elədi iç sükutar. Vahimeden eşq izhar elədi içine utan Fatime. Əql izhar elədi iç döyüşə taqətin olsun. Eşq izhar elədi içmə utan Ebelfes əslərdən qeydətin olsun. Suyu tökdü yerə. Allah 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 Allah. Ağa məşkin doldurdu gəlir. Benim üqabım önüne gəlir qabağa. Allahu Ekber. İmam zaman tüçəlimdə. Allahu Ekber. Gəlir qabağa. Onda gördülər. Bir nəfər səsləndi. Əynəl hərmələ. Hərmələ hardadır? Niye? Hərmələ buradan. Hamı qorxur ondan. Neylədi? Birinci bilirsin neylədi? Götürdü oxu çəkəndə vurdu süməşbillər. Ağa gördü heç kimə yalvarmayan Ebelfes. Heç kimə yalvarmayan 34'ünde bir dəfə olsun yalvarmayan Ebelfes. Gördülər suya belə deyil. Ürəklər yarədi axmaq. Ürəklər yarədi axmaq. Rübaba barədi axmaq. Məni biçarəyə rəhmət. Ay Ferhat vücudum çarədi axmaq. Ağanın qolları yox bədəndə bu dənə təsəvvür edəm. Üst tutum Nəxlistandan gələn xeymələri axırı qəyyəyə söz verib sünnət. Axırı qəyyəyə söz verib bala gətirəcəm şuna rahat olmaq. Ağa üz qoyub gələr. Gördü Allah bədən sərinlədi. Su məşqindəlir. Belə dedi vəfa pabəndiyəm. Axmaq. Adamsız bəndiyəm. Axmaq. Məni yollam gözləyir balalar. Rüqəyyədə şərbəndiyəm. Axmaq. 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 Allah hərmələ 3 tane 3 bəlok gətirmişdi. Birinci oxu çəkdi Allah. Hara vurdu